müraciət edən xəstələrimizə ilk olaraq tövsiyəmiz ondan ibarətdir ki, heç olmasa ildə 2 dəfə öz sağlamlıqları keşiyində, yəni sağlamlıqlarına, laqeyd yanaşmayıb müayinələrdən keçsinlər. Heç olmasa qan analizi, qanda şəkər və ildə bəzi müayinələr var ki, məsələn, mamoloqların müayinəsidir, ginekoloqların müayinəsidir, terapevtik müayinədir. Yəni xəstələrimiz bunlardan istifadə edib bu müayinələrdən keçməyi məsləhətdir. Ən azı vaxtında aşkar olunan bir xəstəlik, deyirlər erkən müayinə can qurtarır. Həqiqətən də vaxtında bilinən xəstəlik neçə bir ömür, neçə bir həyat qurtarır. Sizin narahatlıqlarınızı təbii ki nəzərə aldıq. İnşallah müalicələri yazdıq, analiz cavablarına uyğun və təbii sizin şikayətlərinizə və istəklərinizi hər bir şey nəzərə alınıb. Allahın izni ilə yaxşı nəticələr alarıq. Pasiyentimizin 22 yaşı var, 1 ildən çoxdur ki, ailə həyatı qurub, amma buna baxmayaraq təbii ki, hamilə qala bilmir. Müayinə nəticələrimizdə təbii ki, mən müayinələrdə ilkin diaqnozum polikistik over sindromu idi və biz bunu müayinələrlə təsdiqlədik. Xanımda insulin dirənci yüksəkdir. İnsulin dirənci ümumiyyətlə prediabet mərhələsi kimi dəyərləndirilir və bu mərhələ müalicə olunmazsa belə insanlar təbii ki müəyyən müddətdən sonra şəkərli diabet olurlar və təbii diabet geri dönməz prosesdir. Amma insulin dirənci mərhələsi geri dönən prosesdir. Biz bu prosesi uğurla geri döndərə bilirik ki, gələcəkdə şəkərli diabet xəstələrinin sayını azalda bilək. Yetər ki, pasiyentlər vaxtında müraciət etsinlər.